evdə, ailədə uşağın şəxsiyyət yerinə qoyulmaması və onun fikri ilə maraqlanmamağın insanın gələcək həyatında çox ağır nəticələr verə biləcəyi bir misal çəkə bilərəm. Pasientlərdən biri öz təəssüratını bölüşür. Boğazım məni çox incidirdi, nəfəs almaqda çətinlik çəkirdim, amma təbii ki, uşaq bunu başa düşməz, niyə belə olduğunu bilməz, bu haqda bir fikrə malik olmaz və məni xəstəxanaya apardılar. Orada mənə konfet verdilər. 9 yaşım var idi və mənə çox yaxşı münasibət bəslədilər. Mənim boğazımı yoxladılar və həkim sadəcə olaraq gülərək hər şeyin qaydasında olduğunu dedilər və biz evə qayıtdıq. Bir neçə gündən sonra anam məni piknik aparacağını dedi. Qardaşım mənimlə həddən artıq həmin gün çox şirin oynadı və evdəki aura və mehribançılıq məni həddən artıq sevindirdi və mən yenə həmin xəstəxanaya getdim. Orda mənim əlimi, ayağımı tutub əməliyyat stoluna məni bağlayanda mən ailəm tərəfindən satıldığımı və xəyanətlə üzləşdiyimin şahidi oldum.